Salam uşaqlar, necəsiniz? Gəlin sizlərlə test işinin izahına baxaq. Birinci sualdan başlayaq. Hansı cümlənin xəbəri fərqli tələffüz olunur? Hava şarının mühərriki, sükanı və qanatları olmur. Burada olmur feili də olduğu kimi tələffüz olunur. Dünyanın hər yerində bundan danışırlar. Deməli, bizim feilimiz indiki zaman şəkilsi gəldi, indiki zaman üstə gələk şəxs sonluğu gəldiyi üçün ır-lıya çevriləcək. Yəni danışırlar formasında tələffüz olunacaq. Danışırlar formasında tələffüz olunmuş olur. Ona görə bizim fərqli dediyi üçün B bəndini götürmüş olacağıq. Bütün bunlar daha sonra baş verdi olduğu kimidir. 2 cəsur adam 1 kilometr hündürlüyə qalxdı. Yəni qalxdı feili də olduğu kimi tələffüz olunur. İkinci sualla davam edək. Zaman şəkilçilərinin fərqli tələffüz olunmadığı feilləri seçin. Yazırlar, indicə dedik. İndiki zaman üstə gələk şəxs sonluğu gələrsə, ır-lı formasında tələffüz olunacaq. Yazırlar formasında. Ona görə bir olanları çıxırıq. Bir də bizdən deyir, zaman şəkilçisinin fərqli tələffüz olmalıdır. Burada zaman ar-ərdir. Burada zaman acağamdır. Acaq əcəkdir daha doğrusu. Gəlmişsiniz. Sonra yazdılar. Burada mışdı. Burada da d şəkilçisi bizim zaman şəkilçilərimizdir. Gələrsiniz. Zaman şəkilçisində heç bir fərqli tələffüz olunmur. Ona görə içini götürəcəyik. Danışacağam. Acaq əcək şəkilçisidir. Heç bir fərqli nüans yoxdur. Ona görə üçü də götürəcəyik. Gəlmişsiniz. Burada ş düşəcək. Gəlmişsiniz formasında olur. Gəlmişsiniz. Ona görə fərqli tələffüz olunduğu üçün 4-ü də götürməyəcəyik. Yazdılar olduğu kimi tələffüz olun. Yəni zaman şəkilçisi olduğu kimi tələffüz olunduğu üçün 2-də, 3-də və 5-də ona görə doğru cavab D-ni götürəcəyik. 3 ilə davam edək. Hansı sözün tələffüz şəkli düzgün göstərilməyib? Dolanırlar, doğrudur. Yazmısan, doğru göstərilib tələffüzü. Gediləsidir, doğru göstərilib. Amma uşaqlar, cavab layarsız yox, cavab l, yarsız şəklində. Buradakı A, I-ya çevriləcək. Aydındırmı? Ona görə doğru cavabımız D bəndi olmuş olacaq. Hansı cümlənin xəbəri tələffüz formasında yazılmışdır? Sənlə bu barədə daha sonra danışacağım. Bu tələffüz formadır uşaqlar. Elə transkripsiyaya alım ki, bilin ki, tələffüz formasıdır. Doğru yazılış danışacağam şəklində. Danışacağam şəklində tələffüz daha doğrusu yazılmalıdır. Ona görə doğru cavabımız A bəndidir. İmtahan günü yaxınlaşırdı. Olduğu kimi düzgün yazılıb, xoşlayırlar düzgün yazılıb, gəlmişsiniz düzgün yazılıb. Bir dənə A bəndi də tələffüz formasında verilmişdir. Tələffüz formasında verilmiş feillərin düzgün yazılışını seçin. Sevinərlər, ar-ər şəkilçisidir, olmalıdır. Biz bilirik ki, l formasına çevrilib. Sevinərlər şəklində olmalıdır. Ona görə A-nı çıxırıq.